Axşamınız xeyirli olsun. Hamınızı salamlayıram. Bugün atamın anım günüdür. Düz 6 il bundan əvvəl haqq dünyasına qovuşdu atam. Allah dünyadan köçənlərimizin hamısına rəhmət eləsin. Bütün xeyir əməli sahibi insanlara rəhmət eləsin. Bugün münasibəti ilə atamın həyatından, o keşməkeşli, çətin həyatından kiçik bir epizod danışacağım. Demək, müharibə illəriymiş. Atamın təxminən 12-13 yaşlarında olar. Bir yaz günü, yazın daha doğrusu sonları, demək, bibim Seyidbərinin həyat yoldaşı Nəsib müəllim, Allah hamısına rəhmət eləsin. Atama deyir ki, Əli, bəs Tərtərdə bizim qohumlarda, atamın xalası, dayısıgillərdə, xalasıgillərdə orada bir ulaq almışam. Onu gedib gətirə bilərsən Tərtərdə. Atam da birincisi bibimin xətrini həddən artıq çox istəyirdi. Bibim elə doğrudan da istəməli, Seyidbəri bibim istəməli adamdır, bir mələkdir, mələk kimi bir adamdır. Biz hamımız onu çox istəyirdik. Allah yerin cənnət eləsin. Həm də elə Nəsib müəllimin də xətrini çox istəyirdi, bir böyük kimi, bir qohum kimi, ağsaqqal kimi. Deyir ki, hə, Nəsib qağa, gedərəm. Balaca uşaqdır, təxminən 12 yaşlarında olur, 13 yaşlarında olar, müharibə illəridir. Atam piyada durur, gəlir, Ağdamdan, Xəlfəlidən aşır əlbəttə, Sarıbabadan aşır Xəlfəliyə, oradan Ağdamdan keçir Tərtərə. Gəlir orada rəhmətli Hacı Mirəz babamgilə, atamın dayısıgilə. Gəlir orada bir gün qalır, orada xalaları ilə görüşür. Sonra həmin o ulağı ki, Nəsib müəllim vermişmiş kiməsə istifadə eləmək üçün, onu götürür, Hacı Mirəz babam deyil, rəhmətli Fitaat nənəm deyil, o bir qohumlar. Hələ öz əllərinə keçən paydan verirlər, atam yüklüyür ulağına, oradan gəlir Ağdama. Ağdamda Abidənin yanında atamın xalası olurdu, Xurşud nənəm. Xurşud nənəm deyil, Allah onlara rəhmət eləsin, hamısına yeri beşikdə olsun. O evdə mən də qalmışam, Kamilə mamamgildə bir gecə qalmışam, 4-cü sinifdə oxuyanda. Düz Abidənin yanındaydı evləri. Qalır Xurşud nənəmgildə, oradan da yenə onlar da öz paylarını verirlər. Çünki atamgili, nənəmi və nənəmin uşaqlarını o qohumlarımız hamısı olduqca çox istəyirlər. Çünki həm elə Zəhra nənəmin xətrinə, həm də yəqin ki, həm babamın xətrinə, həm də elə atamın öz xətrinə onları çox istəymişlər. Neysə, paylarını verirlər. Atam oradan səhər çıxır yola. Səhər çıxır yola, gəlir Əsgərandan keçir, Xocalıdan keçir, gəlir Kərkicahandan keçir yuxarıda. Xəlfəlidə, atam danışırdı ki, Xəlfəliyə çatanda artıq hava qabarır. Xəlfəlinin içi ilə deyir, çıxdım yuxarı. Da kəndi çıxmağa az qalıb, amma kənd də elə bil ki, boşdur, müharibə illəridir, insan çox azdır. Kəndi deyir, çıxmağa az qalıb. Özüm də deyir, fikirləşirəm ki, bu qaranlıqda mən o dağı necə aşacam da, o meşələri, o dağları. Hələ ən az bir günlük yolu var. Deyir, kəndi çıxmağa az qalmışdı. Bir də gördüm, deyir, yanında elə mən yaşda bir uşaq olan bir qadın mənə deyir ki, ay oğul, hara gedirsən? Evlərinin yanından deyir, ötmüşəm, bir qədər ötmüşəm, məni arxadan çağırdı. Ay oğul, hara gedirsən belə? Deyir, döndüm, dedim ki, xala, Seyidlərə gedirəm. Seyidlərdənəm, mən Seyid Müseyibin oğluyam. Deyir, ay oğul, axı bu qaranlıqda sən gedə bilməzsən, sən uşaqsan. Döndər ulağını, gəl bizdə, bu gecə qal, səhər gedərsən. Deyir, mən də utanıram, amma o bir tərəfdən də qorxuram, belə mızıldandım. Gəl, ay oğul, gəl, sən də mənim balam. Deyir, ulağı döndərdim, gəldik qapılarına. Ulağı deyir, bağladıq tövləyə, üstünün yükünü açdıq. Deyir, qadın tabi müharibə ilə kasıbçılıq. Evində nə var balalarına pişirdiyindən gətirdi. Bir oğlu var deyir. İkimiz
yedik. Sonra bizim yerimizi saldı. Yattım. Səhər tezdən deyib durdum. Halada durub yenə bizə nəysə çay verdi, yemək verdi, yedik. Uşaqla da görüşdük, kömək elədi uşaq da mənə. Ulağı hazırladım, yüklədim. Xalaya təşəkkür edib düşdüm yola. Atam deyirdi ki, bu mənim həyatımda heç unutmadığım bir halıdır. Çünki o qadın mənə elə bir vaxt kömək eləmişdi ki, qadının deyir adı da yadımda deyil. O hiç uşağın da adı yadımda değildi ama onu həmişə xatırlayırdı. Oradan yola düşür, gəlir Sarıbaş babanı aşır. O birisi günün axşamına yaxın çatır Seyidlər Pircan çayına. Oradan da evə gəlmir. Elə birbaşa ulağa aparır. Seyidlər də Pərimamamgilə verir, təhvil verir. Hiç orada da qalmır. Elə axşamüstü oradanca piyada qayıdır, gəlir kəndə nənəmin yanına, öz evinə. Bax belə bir atam elə bir çətin həyat yaşayıb ki, o qədər çətinlik çəkib ki, amma o çətin illərdə belə öz əxlaqından zərrə qədər belə deyək, keçməyib əxlaqı, o yüksək əxlaqı, böyüyü eşitmək, qohuma sədaqət, dosta sədaqət, onları heç vaxt atam onları unutmazdı. Həyatı boyu 90 il yaşadı. Bu 90 ildə heç kimsəyə pislik eləmədi. Əlindən gələn qədər, bacardığı qədər hamıya yaxşılıq elədi. Bizə də onu tövsiyə edirdi. Hər dəfə bizə deyəndə, danışanda bizə yaxşıları misal göstərir, yaxşıları xatırlayır və bizim də yaxşı olmamızı istəyirdi. Allah Teala atamın timsalında xeyir əməl sahibi bütün insanlara rəhmət eləsin. Bütün valideynlərə rəhmət eləsin. Yerləri cənnət, ruhları şad olsun. Sağ olun, inşallah görüşərik. Allah'a emanet.